Buraxılış imtahanlarının çətin olması kimə sərf eləyir? 9 mart imtahanlarından günlər keçib, 15 marta yaxınlaşırıq, müzakirələr hələ də səngimək bilmir. Həqiqətləri, realist yanaşmanı dinləmək istəyənlər bizi izləyə bilərlər. Xahiş edirəm, sona qədər dinləyib, rəylərdə də fikirlərinizi bildirəsiniz. İmtahanların təşkilində biz əsas 3 tərəfi diqqətdə saxlamalıyıq. 1. İmtahanı təşkil edən Dövlət İmtahan Mərkəzi. İmtahan təşkili üçün sifarişçi Təhsil Nazirliyi və təbii ki, imtahan iştirakçıları. Kənar olaraq isə imtahan iştirakçılarını, yəni şagirdləri hazırlayan müəllimlər, repetitorlar, kurslar və valideynlər də bu məsələyə belə deyək, daxildir. Gəlin görək, Dövlət İmtahan Mərkəzi imtahanın çətinliyində maraqlıdırmı? Yox. Çünki imtahan standartlarla təşkil olunur və Dövlət İmtahan Mərkəzi, birbaşa mərkəzin sədri Məleykə xanım özü dəfələrlə bunu açıqlayıb. Təxminən 30%-ə qədər suallar asan suallar olur. Bu o deməkdir ki, 80% şagird bu sualları yaza bilər. Təxminən 50%-ə qədər suallar orta suallar olur. Bu da o deməkdir ki, təxminən 50, 40%, 60% şagird bu sualları yaza bilər. 20%-dən çox olmayaraq isə çətin suallar imtahanda düşür. Bu bir normadır, bir standartdır və yəqin ki, testologiya ilə tanış olan, test hazırlaması ilə tanış olan peşəkarlar bunu bilirlər. Deməli, Dövlət İmtahan Mərkəzi bu qaydalardan kənara çıxa bilməz. Əgər kimsə iddia edirsə, gərək bunu əsaslandırsın və şikayət eləsin Dövlət İmtahan Mərkəzinin özünə və yaxud da ki, digər əlaqədar qurumlara. Təhsil Nazirliyi isə imtahanın təşkilində rol almır. O sadəcə dərsliklərin təşkilində rol alır və Dövlət İmtahan Mərkəzi də Nazirliyin dərsliklərinə, dərs proqramına əsasən imtahan təşkil edir. Şagirdlər təbii ki, istəyir ki, imtahan asan olsun, balları yüksək olsun. Amma digər tərəf, şagirdləri imtahana hazırlaşdıran müəllimlər, repetitorlar. Əsas məsələ budur. Son günlərin bax bu yaranmış və şişirdilmiş söhbəti şəxsən düşünürəm ki, müəllimlər və kurslara sərf eləyir. Baxmayaraq ki, mən özümdə ingilis dili müəllimiyəm və şagird hazırlaşdırıram, amma etiraf eləmək lazımdır. Məsələn, buraxılış imtahanında ingilis dili qətiyyən çətin düşməmişdi. Qətiyyən çətin düşməmişdi. Heç kim bunu iddia eləyə bilməz. Hətta mən deyirəm ki, gözlədiyimdən daha rahat mövzular düşmüşdü. Məsələn, modal feillər mövzusu çox asandır, bağlayıcılar mövzusu, söz önlülər mövzusu çox rahat şəkildə düşmüşdü. Əvəzlik mövzusu çox rahat düşmüşdü. Yəni, dərslərini normal oxuyan şagird bu imtahanı yaza bilərdi. Amma təəssüflər olsun ki, bəzən yalançı vədlər verən müəllimlər olur, təhsil mərkəzləri olur, videolarda görürsünüz, 40, 50, 60 nəfər bir sinifə yığırlar, hətta bunu çəkib göstərirlər. Bu peşəkarlığa ziddə olsa, bunu peşəkarlıq kimi göstərirlər, təəssüf ki, cəmiyyət də bunu sanki qəbul eləyir və o kurslara yönəlirlər. Təbii ki, bir qrupa 40 nəfər, 30 nəfər, 50 nəfər yığanda burada şagirdlər arasındakı bilik səviyyəsi qətiyyən gözlənilə bilməz. Zəif və güclü şagirdi bir sinifə salırlar. Digər tərəfdən də vəd verirlər ki, övladınız yaxşı nəticə göstərəcək. İmtahanda da belə olur. Sonra deyirlər ki, imtahan çətindir. Əzizlər, imtahanda dediyimiz kimi 20%-ə qədər, yəni 10 sualdan 2-si, 20 sualdan 4-ü, 25 sualdan 5-i, 30 sualdan 6-sı çətin sual ola bilər və çətin sualları hər kəs yazmır. Siz hər kəs 300 bal, maksimum balı gözləyirsə, bu da yanlışdır. Çünki hər bir şagirdin öz gücü var. Buraxılış imtahanında uşaqlar 3-lə də məktəbdən buraxıla bilər, 4-lə də, 5-lə də. Hər kəs 5 alası deyil. Nəzərə alsaq ki, buraxılış fənlərindən riyaziyyat, dəqiq elmlərə, Azərbaycan dili və ingilis dili isə humanitar elmlərə aiddir. Bu o deməkdir ki, şagirdlərin böyük əksəriyyəti 3 fənin 3-ündə də ən yüksək nəticə göstərə bilməz. Çünki dəqiq elmlərdə bacarıqlı olanlar humanitarda zəif olur, humanitarda güclü olanlar dəqiq elmlərdə zəif olur. Bir məsələ də var ki,
Biz əzbərçilikdən qurtula bilmirik. Nə şagirdləri, nə valideynləri, nə də təəssüf ki, bizim bəzi müəllim həmkarlarımızı başa sala bilmirik ki, imtahanlar artıq dünya standartlarına uyğunlaşır. Əvvəllər gördüyünüz çıxdaş üsulu deyək də loru dildə. O üsul artıq bir çox testlərdə keçmir. Şagird düşünməlidir. Şagird düşüncə bacarıqlarını göstərməlidir. Şagird analiz eləyə bilməlidir. Suala fərqli yanaşma sərgiləyə bilməlidir. İngilis dilində isə artıq beynəlxalq standartların normaları tətbiq olunur. Yazı, dinləmə, oxuma tapşırıqları var. Yəqin ki, gələcəkdə də artıq speaking, danışıq tapşırıqları da məktəb imtahanlarına salına bilər. Ona görə də hansı müəllimlər ki, ənənəvi üsulda ilişib qalıblar və şagirdlərinə də onu öyrədirlər, köhnə testləri də uşaqlara işlədirlər, uşaqlar yaxşı nəticə yığır, gəlir imtahanda az yığır, deyirlər imtahan çətin düşüb. Amma ədalətli yanaşanda imtahan çətin düşməyib, bir də ki, hər kəs maksimum bal yığa bilməz əzizlər. Mən başa düşürəm valideynləri. Ödəniş eləyirlər repetitorlara, kurslara, istəyirlər ki, bütün uşaqlar maksimum nəticə yığsın. Amma bu real deyil. Yəni, universitet qəbulda maksimum 700 bal toplaya bilərik. Amma 500 bal, 550 bal, 400, 450 bal, 300, 350 bal da toplaya bilərik. Bəzi ixtisaslarda 200-lü ballarla da toplaya bilərik. Ümumiyyətlə isə 350-dən yuxarı artıq yaxşı bal, yəni ortadan 700, maksimum 700 balın yarısından çoxunu toplayanlar, yaxşı kodlaşdırsalar, qəbul ala biləcəklər. Bir də ortalıqda gəzən, belə deyək, dırnaqarası təhsil ekspertləri var, kodlaşdırma eləyənlər var. Bunlar da bu vəziyyətdən istifadə edib məsələni şişirdirlər. Ay, qorxulu oldu, gəlin qeydiyyatdan keçin, ballar düşəcək, ballar qalxacaq, bu il qəbul çətin olacaq. Biz sizə belə vəd veririk, biz sizə belə nümunələr təqdim edirik. Bəzi müəllimlər deyir, mən qeydlər vermişdim şagirdlərimə, onlar imtahana düşdü. Bunların hamısı boş-boş ifadələr, sözlərdir, söz yığınıdır. Çünki bütün müəllimlər şagirdinə hazırlayanda ona lazım olan qeydlər də verir, göstərişlər də verir, məsləhətlər də verir. Kiminsə durub sosial şəbəkədə özünü belə xüsusi say seçmə göstərməsi təbii ki, absurddur və ağıllı insanlar da onlara inanmaz. Amma təəssüf ki, kütlə həmin o hayküyə qoşulur və məsələlərə real yanaşa bilmir. Çıxarışımız budur ki, gələn il artıq hazırlıq üçün müəllim seçəndə diqqətli olun və şagirdlərə düşünmə yönümlü testləri izah eləyə bilən, qruplarında sayı normada saxlaya bilən müəllimlərə üstünlük verin. Hər birinizə uğurlar.